Osmanlı müharibələrinin birinci mərhələsi. Dedik ki, bildiyimiz kimi Azərbaycanda 16-cı əsrdə yeni bir dövlət olan Səfəvi dövləti yaranacaqdı. Səfəvi dövləti Şah İsmayıl Xətəmin uğurlu müharibələr nəticəsində o dövrdə Osmanlı Sultanı olan 2-ci Bəyazıd tərəfindən rəsmi şəkildə tanınacaqdı. Burada Osmanlıların Səfəvilərlə münasibətləri pozmamaq üçün də əslində bu tanınır. Lakin bu münasibətlər 2-ci Bəyazidin ölümündən sonra, daha doğrusu taxtdan getməsi və oğlu Yavuz Sultan Səlimin gəlişindən sonra tamamilə dəyişiləcəkdir. Yavuz Sultan Səlim birbaşa Səfəvilərə radikal qarşı edir. Bunun bir çox səbəbləri var. Yəni bunun ehtiyac yoxdur açıqlamağa. Sadəcə olaraq qarşı edir. Bunu da səbəblərində Osmanlı tarixçiləri və digər tarixçilərə görə, şəxsən mən obyektiv fikrimə görə haradasa bir haqlı səbəblər də mövcuddur, haqsız səbəblər də mövcuddur. Amma bu savaş standart olaraq iki cahan hökmdarının bir-birinə yola getməməsi və bir-birini qəbul eləməməsi nəticəsində yaranan bir savaşdır və İslam dünyasında hökmranlıq eləmək uğrunda aparılan bir savaş olacaq. Söhbət Şah İsmayılın Yavuz Sultan Səlimin savaşı. Sonraki proseslər isə tam fərqlidir. Səfəvi Osmanlı müharibələri ərəfəsində Səfəvilərin tədbirləri birinci verməli, sonra Osmanlıların tədbirləri və bir də bu müharibənin baş vermə səbəblərinə baxmalıyıq. Səbəblər bəsit idi, ərazi. Amma biz bunu ərazi ümumi cümlədə verə bilmərik. Anadolu uğrundaydı, Şərq Anadolu uğrunda. Bu bir. Azərbaycan uğrundaydı, bu iki. Ticarət yolları uğrundaydı, bu üç. Yəni bunların hamısı bir-birinə əlaqəli olan bir belə deyək də yol səbəblərdir. Və bu səbəblər Səfəvi ilə Osmanlı arasında müharibə səbəb olacaq. Səfəvilərin müharibəyə başlanma hazırlığı nədir? Şah İsmayıl babası Uzun Həsən kimi Avropa ilə tez diplomatik əlaqələr saxlayacaq, odlu silah əldə etmək istəyəcək ki, odlu silah vasitəsilə ən azından bu müharibədə baş verəcəyi təqdirdə bunun qarşısını alsın və Osmanlıları məğlub eləsin. Bunun üçün Portuqaliya ilə razılaşacaqdı. Portuqaliya Hörmüzü ondan istəyəcəkdi. O Hörmüzdə Portuqalların möhkəmlənməsinə icazə verəcəkdi, amma odlu silah gətirməyəcəkdi. Bununla da Səfəvilərin Hind okeanına çıxışı tamamilə bağlanacaqdı. Sultan Səlimin tədbirləri nə olacaqdı? Sultan Səlim Macaristan və Venesiyanın sülh müqaviləsi bağlayacaq ki, arxadan hər hansı bir zərbə gəlməsin. Şeybanilərdən kömək vədi alacaqdı, çünki Şeybani ilə Səfəvilər düşmən idilər və müharibəyə dini don geyindirəcək ki, güya İslamı parçalayırlar və biz müharibəyə başlamalıyıq. Müharibə ümumilikdə 1514-1555-ci illərə əhatə eləyib. Osmanlı tərəfdən bu müharibədə 1-ci Səlim və 1-ci Süleymandır, 1-ci mərhələsində. Azərbaycan Səfəvi tərəfində isə 1-ci Şah İsmayıl və 1-ci Təhmasib olacaq. Yadca saxlayın. 1-ci mərhələ 1514-55. Hər ikisində 2 dənə hökmdar var və hər ikisi elə alt-alta yazdığım kimi bir-birinə mübarizə aparacaq. 1514-cü ildə müharibə Yavuz Sultan Səlim Azərbaycana hücumu ilə başlayır. İlk Osmanlı Sultanıdır ki, Azərbaycana hücum eləyir. Azərbaycana hücum eləmək Osmanlını oxşar cəhətlərini qeyd edirsiniz öz yerində. Osmanlı ilə müharibə aparmaq Səfəviləri Ağqoyunlarla oxşar cəhət eləyir. Macaristanla oxşar cəhət eləyir. Venesiyanla oxşar cəhət eləyir. Sonra Trabzonla oxşar cəhət eləyir. Bizansla oxşar cəhət eləyir. Müqəddəs Roma İmperiyasına oxşar cəhət eləyir. Yəni Osmanlı Səfəvi ilə müharibə aparmaq dövlət deyiriksə biz burada Şeybanilər, Ağqoyunlular götürürsünüz və Şirvanşahlar, Şəki hakimini götürürsünüz. Amma yox, Səfəvilər deyiriksə, yəni dövləti çıxırıqsa, bu saydıqlarımın yanına bir dənə də şeyi verirsiniz, Qaraqoyunluları verirsiniz yanına. Hə, biraz da biz bunun dərinliyinə insək, Teymurilər verirsiniz, bilirsiniz 1405 Kür döyüşü, 1468 Muğan döyüşündə də Ərdəbil hakimliyi Teymurlara qarşı mübarizə aparır. 1514-də Çaldıran savaşı olur. Məşhur Osmanlı Səfəvi arasında ilk savaş idi. Səfəvilər burada məğlub olacaqdı, Osmanlılar qələbə qazanacaqdı. Səfəvlərin məğlub olma səbəbləri qüvvələr nisbəti idi. Təqribən 200 minin, bəzi mənbələri 100 minə, bəzi mənbələri 50 min deyil. Bir də ən əsası toplardan istifadə idi. Yəni toplardan Osmanlı istifadə eləməsi bu müharibənin taleyini həll edir. Bundan sonra Yavuz Sultan Səlim Təbrizə daxil olur və Təbrizə ələ keçir. Lakin daxil oldu. Lakin ordunun narazılıqları, ordu da orada narazılıq idi. Qışın gəlməsi, Səfəvilərin hücum təhlükəsi və ərzaq çatışmamazlığı ucbatından Yavuz Sultan Səlim geri çəkiləcək. Bundan sonra Şah İsmayıl bu döyüşdən sonra çox böyük dərin böhrana düşür. Yəni
özünə belə deyək də o türkçədən yedirə bilmir, yəni məğlubiyyəti. Yəni o dərəcədə dərin böhrana düşür. Nə isə o şey Şah İsmayıl Xətai 1524-də vəfat edir. Və yerinə Şah 1-ci Təhmasib gəlir 10 yaşında. Təhmasibin hakimiyyətini ilk illər dövlət zəifləyir, çünki az yaşlı idi və mərkəzi hakimiyyətə heç kim tabe olmayacaqdı. Bu vaxt Səlimdən sonra isə Süleyman hakimiyyət gələcəkdi 1520-də və Süleymanın Azərbaycana 4 yürüşləri olacaqdı. 1534, 1535, 1554, daha doğrusu 48 və 54 yürüşləri olacaqdı. Burada bəzi şeylər var, videorolikdə baxacaqsınız. Azərbaycan tarixi kitabında yoxdur, ümumi tarixdə var, amma siz yenə videorolikdən onu ümumi tarixi Azərbaycan tarixini köçürəcəksiniz. 1534 döyüşü birinci səfər idi. Osmanlı Sultan Süleymanın Təbriz şəhərini ələ keçirdi, Təbrizi tutdu. Lakin Təbrizdə qala bilməyəcəkdə ərzaq çatışmamazlığına görə bu vaxt Təhmasib Şeybani ilə uzaq şərqdə, yəni daha doğrusu şərqdə, uzaq şərqdə, ölkənin şərq sərhədlərində Şeybani ilə müharibə apardığı üçün Xorasan uğrunda ona görə gəlib çata bilmir və Təbrizi Süleyman asanlıqla ələ keçirəcəkdi. Və Təbrizlə bərabər Təbrizdən çıxıb gedəcəkdi, İraqı tutacaqdı və Səfəvilər bununla da İraqı itirir. Baxın, yadınızda qalsın. Çaldıranla Səfəvilər itirir Şərqi Anadolunu. 1534 yürüyüşün isə Ərəb İraqını itirəcəkdi. Səfəvilər Osmanlılar ələ keçirəcəkdi. Sonra 34 yürüyüşündə bu hadisələr başlayır. 35 yürüyüşündə isə yenə hücum edir Azərbaycanın ikinci səfərdir. Burada tam xəstəyə görə Süleyman möhkəmlənə bilmir, yenə Təbriz şəhəri tutulacaqdı. Tam xəstəyə görə möhkəmlənə bilmir, amma burada bir də Həmədan döyüşü baş verir. Həmədan döyüşündə Səfəvilər qələbə qazanır, Osmanlıla yürüyüşün qarşısını alacaqdı və geri çəkiləcəkdi. 1548-də Təhmasibin qardaşı Əlqas Mirzənin üsyanı baş verir. 47-də o üsyanı yatırır Şah Təhmasib və Əlqas Mirzə sığınır Osmanlıya. İndi birazdan Əlqas Mirzə haqqında geniş məlumat verəcəm. Sığınır Osmanlıya və Əlqas Mirzənin tərkini Sultan Süleyman yenə hücum edir. Yenə də Təbriz şəhəri tutulur. Lakin yenə də burada qışın çətinliyi, ərzaq çatışmamazlığı qoşunu geri çəkmə məcburiyyətə saxlayacaq. Sonuncu yürüyüş 54 yürüyüşüdür. Bu dəfə sırf Naxçıvan istiqamətində gəlir. Bax, burada başqa yerə getmir. Naxçıvan istiqamətində gəlir və Naxçıvan istiqamətində Naxçıvanı dağıdır, yandırır, geri çəkiləcəkdir. Əslində bu yürüyüş Sultan Süleyman özünün oğlunun öldürdüyü yürüyüşdür deyə biraz onun qəzəblidir ki, Naxçıvanı yıxıb sürür. Hər 4 yürüyüşdə yandırılmış torpaq taktikası istifadə olunur Səfəvilər tərəfindən. Yandırılmış torpaq taktikası nədir uşaqlar? Bu qədim türk taktikasıdır. İskitlərdən qalma bir taktikadır. Yəni açıq şəkildə danışaq, bunun tarixçəsini desək. İndi nə deməkdir, onu izah edəcəm. Bir daha deyirəm. İlk 3 yürüyüşdə Təbriz tutulur, lakin bütün yürüyüşlərdə isə yandırılmış torpaq taktikası istifadə olunur. O dövrdə bir dənə yol var idi. Məsəl üçün, deyək ki, bu ölkənin girişidir. Buradan girirsən, Təbriz də bu istiqamətdədir. Bir dənə yol var. İkinci, üçüncü alternativ yollar yoxdur. İndiki kimi dünyadakı kimi müasir. Və hökmdarlar da zaten bilirdi ki, qarşı tərəf, yəni hücuma məruz qalan dövlət bilir ki, yəni o bu yoldan başqa heç bir yola gələ bilməz. O yol boyu nə qədər əkin sahəsi var, suvarma sistemi var, nə qədər evlər var, hamısı yandırılır. Yandırma səbəbləri gələn ordu ərzaq tapa bilməsindir. O dövrdə də yürüyüşə çıxanda, misal üçün deyək ki, Osmanlı yürüyüşə çıxır A nöqtəsindən, düzdür? A nöqtəsindən B nöqtəsinə qədər ərzağı var Osmanlının. Başa düşdünüz? Yeni ərzaq depolanmasını harada eləyəcək? B nöqtəsində. Bir də B nöqtəsindən hara qədər ərzaq toplamalıdır? C nöqtəsinə qədər. Çünki o dövrdə də ərzağı daimi aparmaq olmurdu, saxlama şəraiti falan var idi. Ona görə də qoşunlar gəlirdi. Əgər burada yandırılmış torpaq taktikası tətbiq olunursa, burada artıq istəniləni nə etmək olmaz? Tapmaq olmaz. Nə ərzağı tapa bilsən, nə suyu tapa bilsən, nə otlaq sahələri tapa bilsən, atların var sənin, onları suvarmalısan, əskərlərin var, yemək verməlisən. Ona görə də Təhmasib bunu yaxşı bildiyi üçün yandırılmış torpaq taktikasını istifadə edir, düşmənin burada çox qalmasına imkan vermirdi. Görürsünüz, 4 dənə yürüyüş olub, heç birində qala bilmirdi. Niyə? Çünki bu sistem ona imkan verirdi. Başa düşdünüz nə demək istəyirəm? Ona görə qala bilmirdi. Və bu yandırılmış torpaq taktikası düşmənin hücumların qarşısını almaq idi, bir də düşməni buradan irəliləməsi qarşısını almaq. Bu dövrdə Təhmasib
Osmanlı mübarizə apardığı bir vaxtda daxildə birləşdirmə siyasəti həyata keçirirdi. Bu dövrdə bilirsiniz Azərbaycanda həm Şirvanşahlar, həm də Şəki hakimliyi var idi. 1538-ci ildə Şah 1-ci Təhmasib Şirvan daxilindəki olan daxili çəkmədən istifadə edərək qardaşı Əlqas Mirzəni, sonra özü də gedəcək, Şirvana daxil olur, Şirvanşah dövlətinin varlığına son qoyur və Şirvan bəylərbəyliyi yaradacaq. Şirvan bəylərbəyliyin mərkəzi Şamaxı idi. İlk bəylərbəyli isə Əlqas Mirzə. Təbii ki, Əlqas Mirzə qardaşının bu lütfünü yaxşı istifadə eləmir və qardaşına qarşı üsyan qaldırır 1547-də. Məğlub olub qaçır kimin yanına? Osmanlı Sultan Süleyman yanına. Mərkəzi hakimiyyətə qarşı üsyan qaldırması Qaraqoyunların 1458-59, Ağqoyunların 1474-dür. Amma Osmanlıya sığınması Əlqas Mirzənin uğurlu Məhəmmədinə oxşar cəhət verəcəksiniz. Yadınızda qalsın, Osmanlıya sığınır. Nəysə 47-də bu Əlqas Mirzə gedir Sultan Süleymana sığınır. 48-də bu Sultan Süleyman arxasına alıb gəlir. Nəysə bunu tuturlar, edam edirlər. Təhmasib tərəfindən, Əlqas Mirzə Təhmasib tərəfindən edam olunur və bundan sonra Şirvan bəylərbəyliyi 2-ci İsmail adı ilə gələcək, taxta çıxacaq, İsmail Mirzə olacaq. İndi onu deyəcək. Sonra 1551-ci ildə Şəki hakimində varlığına son qoyaraq Azərbaycanın birləşdirilməsini başa çatdırır və vahid mərkəzləşmiş bir dövlət yaradacaq. İlk Şəki hakimi isə Toyğun bəy Qacar olacaqdı. Təhmasib tərəfindən təyin olunacaq. Bununla da Azərbaycanın birləşdirmə prosesi başa çatır. Bu xüsusiyyətinə görə 16-cı əsr Azərbaycanı, 15-ci əsr Rusiya, İngiltərə, Fransa ilə oxşar cəhətli, vahid halda birləşdirmə. Alman isə 19-cu əsrlə oxşar cəhətli. Yəni bir şey qalmır, onlar da 2-3 dərsə keçəcək deyə indidən deyirəm, ən azından yadınızda qalsın. 1551-ci ildə daxildə bu məsələ həll edən sonra Təhmasib bütün var gücü ilə hücum edir Osmanlı üzərinə. 1552-də əks hücuma keçəcək. 52 əks hücumu Təhmasibin Muşa qədər əraziləri darmadağın edir, yandırır. Darmadağın edib yandırmaqdan məqsədi Sultan Süleyman yeni yürüyüşün qarşısını almaq, bir. İkinci, Sultanı sülhə təhrik eləməlidir. Sultan Süleyman da bundan qəzəblənib 54-də səfərə çıxır. Lakin 1554-də Buğurt yaxınlığında döyüşdə İsmail Mirzə məğlub edir Osmanlı qoşunlarını və 1555-də Təhmasiblə Amasya sülhü imzalanır. Amasya sülhünün şərtlərinə görə Şərqi Gürcüstan, Azərbaycan qalır Səfəvlərdə, Qərbi Gürcüstan, Ərəb qalır Osmanlıda. Belə elə biz Osmanlı, Qərbi Gürcüstan və Ərəb itirik, həm də Şərqi Anadolunu itirəcəyik. Bir də nə deyəcəyik burada? 1555-də bu müqavilədən sonra Təhmasib paytaxtı dəyişdirir Təbrizdən Qəzvinə. Bunun səbəbi paytaxt Təbrizin tez-tez hücumlara məruz qalmasıdır. Bu xüsusiyyətinə görə isə ikinci vacibinə oxşar cəhət verirsiniz. Paytaxt dəyişdirməsi yox ha. Paytaxtın tez-tez hücumlara məruz qaldığı üçün paytaxtın dəyişdirilməsi ikinci vacibinə oxşar cəhət eləyəcək. Oldu? Bu da sizin dərsiniz.